Çünki məktublara baxmırlar. Xanım, heç kim baxmır məktub. İnanmır. Nə qədər məktub yazasan, nə qədər şikayət edəyəsən. O cəmat hamısı problem içindədir də, görsün. Hacı ben düzdür da. Ne olur? Ne olursa olup da görmüşsün ne olur? Ne tamşın ne olur? Adam 3 il, 4 ildə səhərsən gəlib işə gedir, götürmürlər, qalıb araqda, ailə qurmuyub, heç kim də gəlmir ona. 87-də yaşım var, ay göz. 87-də yaşım var. Özüm de veteranım, muharebe veteranım. 87-də yaşım var, neyle indi? Vəsiqələri yığılır. 2 aydır gəlib gedirik, bax bu konulara. Gözlədirlər orada. Saat 5'ten buradayım. Orada gözlədirlər, gəlib görüb burada 200 nəfər işə hazır. Ama nömrəni qəbul eləmirlər. 3 dəfə cırılıb silindir. 3 dəfə kağızı zırılıb. Siyahıda qanun yoxdur. Qəbul eləmirlər. Nə də nömrə yazmırlar. Hamının dərdi var, istəyir dərdini Onun əlində pasportları atırlar ona, təzədən qaytarırlar. Dərdimiz üçün gəlmişik. Haqsızlığa görə gəlmişəm. Haqsızlıq olur. 8-də gələnləri, 9-da gələnləri buraxırlar. Mən özünə demək istəyirəm. Mehriban xanım. Çay paylaşıyla burada da belə qırılır millət. Və nə Qarabağ əlli hesab eləyirlər, nə şəhid ailəsi gözə görkür, nə qəbul da. Bu da rayondan gəlmişəm, Gəncədən bura mən yol gəlmişəm. Gəlib indi çatmışam, indi də polislərə yalvarım burada. Mən eşirirsən, 88 yaşımdır. Mən də gəlmişəm, Keçən Her şeyden desin ki derdimiz nedir? Körpə uşağım var, 25 yaşım var. 2 yaşında körpə uşağım var, atası türmədədir. Mən gəlmişəm dərdimi deməyə. Polis mənə bir itələtmə vurdu ki orada. Əlimdən də telefonu aldı. Mən haqqımı tələb eləyirəm. Xahiş eləyirəm, çıxsın, bizim yanımıza çıxmasın. Oradan çıxsın, desin ki dərdimiz nədir? Nə sizə kömək eləyə bilərəm? Xanımımız çıxsın ora, prezidentimizin biri. Kim olur olsun, biz dərdimizi deyək, çıxsın ora. Bu boyda millətlə 2 dənə polis düşüb üstümüzə. Bu boyda millətin. Bağışı üzülsən, bax birinci yanıtı bacım orada. Özündəki şikəstdir. Lal kar. Bax bir dənə götürmür. Amma qıraqdan gələnləri, xoşu gələni götürür. Ya büyünlərim burada bizi qəbul eləyəcək, ya da mən burada büyünlərimi özümü öldürəcəm. Nə yolla olmuş olsa mən büyün burada özümü öldürəcəm. Xahiş eləyirəm, çıxsın məni qəbul eləsin. Buradakiləri qəbul elə. Mən şikayətim odur ki, sosiala getmişəm, Sahil Əliyevdən belə yazmışam, cavabları gəlir, get, mən harda gəlsinlər bir dənə mənə nümayəndə göndərsinlər ki, Zabrat bir qəsəbəsində gəlsin mənə bir dənə limiti keçməmiş ev tapsın, kiraya versin, gedim yığışım ora, mən limitsiz aparım, limitsiz bunlara dokument göstərim ki, həqiqətən də bu insanın limiti keçməyib, mənim uşağıma sosial versin. Mən ondan sosial istəmirəm. 200 manat, 100 manat mənə sosial verəcək, 100 dənə kişiyə başıva dönüm dedizdirəcək. İstəmirəm onun sosialı. Mən ondan xahiş edirəm, mənə sığınacaq versin. Mən o yetimi orada yararlı yox ha, yararsız övlad kimi böyüdürəm mən, yararsız. Vətənə yararsız bir uşaq böyüdürəm mən. Sabah da o gələcəyin anasıdır, sabah da onun övladı olacaq. Topdur, millət burada topdur. O anı ona atır, bu buna atır. Yekə adamlarsınız, formalarına da heç hörmət qoymurlar. Çıxsınlar, valla, anama bir itələtmə vurdu, arvadın üstündən keçdi. Bu nə deməkdir, bu hansı qanundur? Erməni bayrağı götürək, keçək ermənilərə sarıbız. Bu nə dövlətdir, biz buradan dövlətdən imtina eləyək biz. Hər yerə də gelmiş, özüm əsəbə adam, bir dəqiqə 38-39 qızdırma ilə dayanmışam burada. Sənətlərimə də baxa bilərsiniz. Böyrəyim xəstədir, harada atkaz verdi. Heç olmasa qoy büyün burada ölüm, görsünlər dərdim nədir mən. Belə şey olmaz. Saat 4'ten buradayım. Qayda qanun olsa birincisi bu millət bura yığılmaz. Deməli bu dövlətin yəsi yoxdur ki, bu dövlət bu gündədir. And olsun Allaha, polislər yalandan oradan milləti anlatırlar. Saat 4'ten, 3'ten, 12'den daşı burada olanlar var. Bu millət niyə bu gündədir? Bundan prezidenti, xanımın xəbəri yoxdur ki, bu millət heyvan sürüsünü bu gündə saxlamırlar. Ayıbdır, vallahi müstəqil dövləti. Xaricilərə elə gözəl süfrə açırlar, elə sinələrini açırlar. Xaricidirlər ona görə öz millətinin acından öləndən gəlsin dərdinə qalsın. Millət acından qırılır millət. Gəlmişik büro nə üçün gəlmiş? Haqq ədalət yoxdur. Gedirik Fuad Ələsgərovun qəbuluna düşə bilmirik. Prezidentə qəbuluna düşə bilmirik. Prezident aparatında
haqqınızı bölməyə. Kimsəsini çıxardır, tuturlar, aparırlar polislər. Niyə haqq ədalət yoxdur? Biz heç nə istəmirik dövlətdən. Bir dənə haqq ədalət, hüququmuzun tapdanmamasını istəyirik dövlətdən. Başqa nə istəyirik? Neyniyik biz? Bizi öldürəndə mənim qardaşım getdi, şəhid oldu. Biri də əlildi, yoldaşım da əlildi. Neyniyir? Verdiyi pensiya nəyə yarayır? Acından ölənin dərdlərini çəksin də. Dövlət başçısı oturub orada güya xəbəri yoxdur. Bu millət nə vəziyyətdə yaşayır? Niyə millətin həyatını qaraldırlar? Buradan atmaq üçün uşağı bayram elədilər. İrana yardım lazım deyil. Bu uşağı bayram elədilər. 10 milyon əhalinin sayı düz olması üçün millətə bayram elədilər. O bayram yəni mənim körpəmə düşmür ki, mən ondan heç nə istəmirəm. Bayram da istəmirəm, pul da istəmirəm, maşın da istəmirəm. Heç nə istəmirəm. Sadəcə olaraq o körpəmə, atasız körpəmə mən ondan sığınacaq istəyirəm. Mən kişi işində görürəm, arvad işində görürəm. Hər bir heç kim ixtiyar istəmirəm, kimdəsə pul istəmirəm. Ona sığınacaq versin. Sosyal yardım ala bilmirəm. 70 manat maaş olar Azərbaycanda. Dövlət baxısına işləm 70 manat maaş olar. Adı uşaq verirəm. Aliment ala bilmirəm. 154 manat almışam. İcraatı mənə deyir ki, mən sənə aliment verə bilmərəm. Sən əlimdən hardansan? Mən hara gedim? Gəlmişəm Mehriban xanımın köməksinə. Uşağım xəstə, asma uşaqdır. Mənim dərmanlığa pulum yoxdur. Hər iki kere gedirəm ki, sən uşağın pensiya düşmür. Get mənə gətir 20-200 manat rüşvət ver. Mən sən uşağın pensiya verirəm. Mən hara getməliyəm? Mən 4 saatdır buradayım. Asma uşaq evdə qalıb, xəstə uşaq evdə qalıbdır. Burana and olsun, mən önce bezmişim, özümü öldürmək dərəcəsindəyəm. Oradaki özbaşınalıqdan gəlmiş. İcra hakimiyyətinin hakimiyyəti özbaşınalığından. Polis özbaşınalığından. Yaşayış səviyyəmiz aşağıdır. Evimiz yok, işimiz yok. Evim getdomda internette böyümüşəm. Televizyonda vurur bakın. Niye durmuşsunuz siz orada? Ne içiyorsunuz siz? Allah belanızı versin. Allah benim dönemi karabak olsun. Prezidentimiz de qınamalı der, o da çəkdi, millət çoxdur. Amma biz də başa düşmək lazımdır, qurban olsun sizə. Amma biz də insanız, biz də vətəndaş. Səhərdən saat 5-də burada dayanmışam, körpə uşağı, az yalabaz qalmışam. Olmaz axı belə, biz də bu yola versinlər də, nə olar ki? Beləncə bazar olmur axı, beləncə qəbul olmur axı. Oğlum xəstədir. Müalicəsinin dərmanları bahadır, ala bilmirəm, müalicə eləyə bilmirəm. Ona görə gəlmişəm ki, baxsın da prezidentimiz. O da bakmıyor da buna. Onu çağırıyor da buna bizimle. Gelin zamanı verin. Ana, var mı? Tamam oğlum. Sumqayıtdan gəlmişəm. Sumqayıt vətəndaşıyam. Oğlumun təhsili ilə əlaqədar gəlmişəm. Birinci Xariclər Nazirliyinə müraciət eləmişəm. İkinci Hikmət Hacıyevə. Üçüncü Əli Əhmədova. Heç birinin paraşütinin cavabı yoxdur. Prezidentin ətrafında əyləşən 50 nəfərdən 5-dəci işləmir.
Eğer onlar işleseler bugüne kalmaz. Devlet memurları vaxtında işlerini, vəzifələrini yerinə yetirsəydilər, bugünkü gündə bu insanlar bura yığılmazdı. Korrupsiya getmişik, bizi sayan yoxdur, eşidən yoxdur. Ona görə ki, devlet memurları özlərini prezident sayır. Otururlar kreslolarda, vətəndaşı qəbul eləmirlər, saymırlar. Ancaq gərək yolu bağlayasan, özünü yandırasan. Kimdir bu koca kadının arkasında duran? Elmira Şirinova, Bulaq MTK 2'nin rəhbəridir. Xəzər TV çəkir, bütün kanallar çəkir bizi. Amma sayan yoxdur. Telegrama yazmışam, cənab prezidentə. Qavanın içine, o Qurana bir zamanında içib ki, kiçikdən tutmuş böyüyə qədər mən hamının prezidentiyəm. De bizim də arxamızda yansın da, yazıq 5 yıl, saat 5'ten buradayım. Geceden buradayız, növbədəyik. Səhər tezdən bir dənə balaca nömrə verdilər bizə. Başımızı anlattılar, bu. Şəhid ailəsi, Qarabağ ailəsi, Çernobıl ailəsi gəlib yamışıq bu tür milləti incidirlər. Baxın da, baxın. Bir dənə polis qoyublar oraya, bala. Kim istəyir qəbul eləyir, kim istəmir qəbul eləmir. Bax, arvad, bir dənə gedi arvadı gəlçək qurban olum sənə, başıma dönüm, gəl. Bəli, bəli. O tərəfə gedin. Gel buraya, gel. Gel hanım, gel. Aldın. Aldın. Gel. Çağırırlar, buradan biter. Yok, bayılandan sonra buna nömrə verildi. Bayıldı, ürəyi getdi. Ondan sonra bu xanıma nömrə verildi. Qoca arvad vardı orada, əsirdi əlləri, ayaqları, 80 yaşı vardı. Fikir verən olmur. Yox, baxan yoxdur. Vallahi hərci-mərciliydi. Gəlmişəm protez üçün. Gözüm protez, ayağım protez. Özüm də diabet xəstəsi. Nə yuvan var, nə yuvan növbə. Buna protez sağalmır yaram 5 ildir. Amputasiya, sağ gözüm amputasiya. Belə. Ne yurdum var, ne yuvam. Ne evim var. Heç zaman döyməmişəm. İndiyənə qədər bir yeri mən döyüb bir şey xahiş eləməmişəm. Amma indi məcburiyyət qarşısında. Bax bu gündən də bura gəlmişəm. Bizim Sumqayıtda yaşayırdım kirayələrdə. Uşaq əskər getdi, qaldım. Xəstəliklərim imkan vermir. Heç yerdə işləmirəm. Mən bu Sumqayıtda həkimlər də heç bir yer götürmür. Özüm xəstəyəm. Su içi dolu padvalda yaşayıram bir uşaqla. Qalmışam, işləmirəm. Bir həkim də məni yaxın götürmür. Kasıbam, yetiməm, yəsizəm. Sahibim yoxdur. Mehriban xanım, çəkiliş aparan sizin. Mənim də çəkin sözüm var. Mən Sumqayıtdan gəlmişəm. Az kompozitin inzibati binasında yaşayıram. Qətranın içində. Mənim o uşaqlarım o qətranın içində. Az kompozit zavodunun o zəhərli yataqxanasında, inzibati binasında mənim uşaqlarım xəstəlik tapıb. Hər yerə Sumqayıtın hər yerinə müraciət edirəm. Heç kim baxmır. Heç kim qəbul etmir. Zakir Fərəcanın qəbuluna girə bilmirəm. Evlər idarəsi mənə deyir ki, məni kassasiya eləmir. İndi gəlmişəm xanımımızın qəbuluna ki, mənə bir yer versin. Mehriban Əliyevadan mənə evimin özümə qaytarılmasını istəyirəm. Mehriban xanımdan evimin özümə qaytarılmasını istəyirəm. Ben şəhid arasıyam. Mənim ölümə də getməyən adam yoxdur. Hamı gəlir, çəkir, gedir. Hatta əmələ gəlib öyün içində. Hatta əmələ gəlib öyün içində. 2016-cı il 21 sentyabrda ruh xəstə oğlum Tanya Turan hökmərdə məscidin pəncərəsi ülkəsində sındırdığı üçün
Bizim evimizin o mescidin Uşağım xəstədir Axund uzağında uşağı. xanım. Gəlmişəm adamlardan yol tapıb girə bilmirəm. Nə olar qurban olum sizə. Mənə yol verin. Uşağım iflicdir, serebral iflic xəstəsi uşaq. Mən dayana bilmirəm bu uşaqla Ne burada. vaxtdan burada dayanırsınız? Mən düz səhər bir xeylə bir saat olar gəlib dayanmışam, məni içəri buraxmırlar. Çox xahiş edirəm. Qurban olum. Sizə oturmağa yer təklif eləmirlər, Yox, uşaqla heç hər nə gözləməyə. yox, nə yer var. oturmuram, nə içəridə buraxmırlar. Uşaqda serebral iflic xəstəsidir. Qurban olum, mən bilmirəm. Bugün nəyə görə gəlmişsiniz Mən qəbula? Mehriban xanımın qəbuluna düşmək istəyirəm. Nə demək istəyirsiniz ona? Köməkli istəyirəm, uşağım xəstədir deyə. Mən Qurban olun, biz ondan razıyıq. Allah korusun onu. Mehriban xanım Allah korusun. Prezidentimiz Allah korusun. bizim Razıyıq. evimizi, ruhu xəstə oğlum, Bax, hökməli, nə istəməyə gəlmisiniz? mən evimi yandırıblar, evsizəm 3 ilə yaxındır kiraya qalıram, evimi ya dəyişməyə kömək etsinlər, ya yerin satılmasına. Nə Ramın, vaxtdan da gözləyirsiniz? mən burada çoxdan deyim, indi. Yox, indi gəlmisiniz Bəli, yoxsa? biraz hazır, səhər saat Bax, geçlər. bu xəstə uşaqla özümün ailəm dağılıb, atılmışam çölə, evim yox, eşiyim yox, uşağım da xəstə. Müalicəsini elətdirə bilmirəm, imkansız iclasından. Mən bura ona görə gəlmişəm ki, dövlət başçısı, Allah onun köməyi olsun, onun qəbuluna düşün, mənə bir köməkli eləsin. Dədə ki, keçə bilmirəm, irəli məni qoymurlar, bu xəstə uşaqla qalmışam. Sağ olun. Uşağım 4 baş külfət, o da üçün sosial yardım verilmir. İcramız yaxşı baxsa, belediyemiz yaxşı baxsa, biz buradan axtaradık. Baxılmır da. 2 gündəki daşın üstündə yatmışıq sabaha qədər. Bu da günümüz. Mən evi kiramdan gəlmişəm. Hal-hazırda ya Mehriban xanım gəlsin özü bu vəziyyəti görsün. Sonra binaməli gəlsin bu vəziyyəti görsün. Belə bir şey olmaz. Vətəndaş öz dərdini deyə bilmir. Polislər qoymurlar. Hələ bir səs-küy edirlər. Baş edirəm bir də araşdırsınlar bunu.